keçən dərsdə yəni artıq xavariclər haqqında giriş, yəni onların adları, onların çıxma vaxtları və onların əli ilə danışıqlar, bu bölmədə danışıq. Bu günlə inşallah yəni xavariclərin çıxmaqlarına səbəb. Xavariclər gedən çıxmışlar, gedən çıxarlar. Yox, o barədə yəni yox, xaricə feillər, amma onlar İslamdan çıxmaq feillərindən deyil. Onlar hakimiyyət çıxmaqlarına görə xaricə adlanır. Və bu ildə inşallah biz yəni xavariclər çıxmaqlarının səbəbi, onların hərəkətləri, yəni öz dəvətlərində onların dövriyyələri və onların əsas firqələrini öyrənməsi və onların bəzi etiqadlar, xavariclərin bəzi etiqadları və sonra da xavariclər haqqında xavariclərin hökmü nədir? Ancaq onların çıxmaqlarının səbəblərini əsas 5 məsələdən 4 məsələdən irəli gəlir və onların ən birinci xilafət barəsində mübahisə eləmələri. Və ümumiyyətlə, xavariclər, daima baxsaq, görür ki, onlar xəlifələrə, xilafətə qoyduqları şərtlərə görə, onların şərtləri gələcək, hansı şərtlər onlar qoyurlar. Həqiqətən bu şərtlər həqiqətən də şiddətli şərtlərdir ki, onlar həmişə xəlifəyə qarşı çıxırlar o zaman ki, o xəlifədə həmən şərtlər olmadığı halda onlar o xəlifəyə qarşı çıxır. Ancaq bu baxımdan görür ki, onların Əliyyə qarşı çıxması, ondan sonra Muaviyə qarşı çıxması, Muaviyyədən sonra Amavilərin xəlifələrinə qarşı çıxması, sonra Abbasların xəlifələrinə qarşı çıxması, bunlar hamısı onların xəlifələr haqqında, imamlar, xəlifələr haqqında onların şərtlərin tanımlanmasından irəli, onların necə deyərək, xəlifələrə qarşı etdikləri həsəd, ondan sonra tamahkarlıq və baxımdan da onlar xilafət barəsində etdikləri mübahisələrdən irəli gəlir. Və ikinci də onların hökm barəsində, hökm vermək barəsində. Çünki onlar ən birinci o zaman ki, Əli ilə Muaviyyənin arasında danışıqlar olanda, biz keçəndə danışdıq, onların ən birinci elədiyi feillər də bunlar idi ki, onlar Quranı keçirdilər nizələrin üzərinə və qaldırdılar səmaya və dedilər ki, inil hökmü illəlillah, həqiqdən hökm Allahındır. Bu baxımdan da necə Əli rəqan dedi ki, onların sözləri haqdır, amma arxasına var, arxasına batil gizlənir. Onların da ikinci çıxma səbəblərindən biri də hökm barəsində idi ki, o zaman ki, Əli ilə Muaviyyə ərəsi öz aralarında bir hakim seçdilər ki, danışıqları gəlsinlər, onda artıq bu xavariclər Əli ilə Muaviyyə öz narazılarını bildirdilər ki, onlar Allah və Rasul hökmünü tətbiq eləmirlər, onlar nə edirlər, onlar hansısa bir bəşərin sözünü hakim tuturlar. Və baxımdan da onlar necə deyərlər, buradan çıxmaqlarına səbəb oldu. Həmçinin bu hakimiyyət məsələsi onlara bir səbəb oldu. Əslində isə onlarda hilə və hiləgərli idi ki, onlar ondan istifadə elədilər. Necə bunu onların müəllifləri, xavariclərin müəlliflərindən yazırlar. Öz kitablarında qeyd edirlər ki, bunlar baxımdan həmçində Əhl-i Sünnənin də müəlliflərindən biri olan Əl-Qadi İbn Arabi öz kitabın Avasim Minəl Qavasim kitabında bu məsələni aydınlaşdırır ki, bunların əsas çıxma səbəblərindən biri elə bu idi ki, onlar hökm barəsində öz etirazlarını bildirlər. O zaman ki, Əli ilə Muaviyyənin arasında necə deyərlər, hakim seçdikləri barədə. Və üçüncü də onların çıxmaqların səbəblərindən biri cəvrül hükkam və zuhurul münkara. Hakimlərin necə deyərlər, zalimlığının izhar olunması və onlarda münkarların olması, çoxalması. Onlar o zaman ki, necə deyərlər, hakimlərdə, xəlifələrdə, zalimli, zülm çoxalan zaman bunlar artıq çıxmaq səbəbləri meydana gəldi. Necə baxırıq, görürük ki, düzdür, Əli ilə Muaviyyədə zülm yox idi ki, onlar ona qarşı çıxsınlar. Onlar onda əsas onlara qarşı, Əli ilə Muaviyyəyə qarşı çıxmaqla əsas məsələnin biri, hakimiyyət məsələsi idi. Ancaq baxırıq, görürük ki, Amavilərin xəlifələrində, ondan sonra Abbasilərin dövründəki xəlifələrə qarşı çıxmaqla onların əsas səbəbləri, onlarda olan münkarların çoxalması idi. Çünki xavariclərin, necə deyərlər, əqidələrindən biri odur ki, əgər hakim zalim olarsa, necə deyər, onlarda hakimdə
münkər olarsa, necə böyük günahlar xüsusən olarsa, artıq ondan etiqadən kafir sayılır və ona qarşı qılınc qaldırmaq onlarda halaldır. Və bu cür əməllərin də çoxalması görür ki, o əməllərin olması hansı xəlifələrdə görür ki, həmən xavariclərin yəni baş qaldırmasına yəni səbəb olur. Sonra da onların yəni əsas məsələlərindən biri də onların yəni necə deyirlər tamahkarlığı və həsədləri idi. Yəni pulu olan tamahkarları idi ki, tamahkarlıqları idi ki, baxırıq görür ki, onlar o zaman ki Osman radiyallahu qətlə yetirəndən sonra nə edilər? Onlar artıq xəzinəyə cumdular. Əgər onların niyyətləri necə deyərlər, xalis Allah rızasına olsaydı, həqiqətən də yəni münkəri itirmək olsaydı, onlar Osmanın qətlində sona yetərdi. Ancaq onlar nə edilər? Onlar Osmanın qətlə yetirəndən sonra nə edilər? İndə gedək xəzinəyə. Getdilər xəzinəyə, xəzinədarı öldürdülər və oradan demək olar ki, yəni var dövləti yəni yığışıb apardılar. Bu onu göstərir ki, bu gün də o insanlar ki, görürük ki, yəni hakimiyyətə narazılıqlar eləyirlər, ondan sonra yəni hakimiyyətdən və hətta məhsin imamından da belə danışanlar görür ki, yəni onların danışanlarını qorsan görsən, axırda qəsd nədədir? Qəsd var dövlətdir. Nə üçün onun var, nə üçün bunun yoxdur, nə üçün onun var? Ancaq onlar bir şey başa düşmürlər ki, yəni insan ümumiyyətlə dünya işlərində baxmalıdır özündən aşağıdakına. Yəni, əgər sənin bugün maşının varsa, evin varsa, bax özün aşağıdakına ki, onun nə maşını var, nəyə var, Allaha şükür edir. Axı, axirət işlərində isə bax özünə yuxarıdakılar. Əgər sən hansısa bir nafilə əməlləri yerinə yetirirsənsə, əgər sən fəzli cəmaat halında qılırsansa, zöhrə əsri qılmırsansa, bax, zöhrə əsri də cəmaat halında qılanlara bax. Yəni, bu cür hallar, yəni axirət işlərində özündən yuxarıya, dünya işlərində də özündən aşağıya bax. Əgər sən, yəni, özünün varın, dövlətin varsa, sənin malın, dövlətin 200-300 min təşkil edirsə, sən baxma, yəni ki, filan kəsə 1 milyon var, nə üçün məndə 1 milyon yoxdur, mən çalışmamı satın. Sən bax, o kəsə hansı ki, o kəs quru maaşla dolanır, heç bir ticarəti yox, bir şey yox, varı yox, dövləti yox. Yəni, bu cür olduğu hallarda insan şükür edən qullardan var. Ancaq sən baxçınən ki, nə üçün filan kəs cib sürür, nə üçün filan kəs bunu sürür, sən şükür elə ki, o sənin qardaşın sürür onu. Onu başqası sürmür. Sən də burada Allaha şükür elə ki, Allah subhanallah artırsın, yəni tək ki, qardaşları da artırsınlar. Ancaq sənin bu elədiyin həsədlər görürsən ki, yəni sənin axırda necə niyyətli zərər gətirir. Yəni nəhayət sənin sonunda sənin niyyətin, yəni Allahın hökmü, sənin niyyətin nə olur? Sənin niyyətin var dövlət olur, hansı ki o da yəni Osmanı qətlə yetirənlər, xavariclərində niyyəti gördü ki, sonunda o ilə bilinir ki, onlar yəni əsas var dövlət idi onların qəsdləri. Ancaq demək olar ki, xavariclərin firqələrinə gəldikdə isə, yəni onların Sovriyyə, yəni necə deyirlər, baş qaldırması onun firqələrinə gəldikdə isə və ədədlərinə, saylarına gəldikdə isə, ümumiyyətlə, yəni keçmiş və indiki tarix kitabları, firqədən yazanlar ümumiyyətlə bu barəyə toxunmurlar, onların sayları nə qədər, ədədləri nə qədərdir, hətta onların firqələri haqqında da yəni çox elə məlumat yoxdur. Çünki onların, niyə görə əsas onların bu barədə gizlətməklərinə, yəni öz kitablarını gizlətdiklərinə görə. Ancaq bugün isə yəni əsas yəni xavariclərin firqələrindən olan isə yəni İbadiyyə firqəsi yəni məşhurdur ki, yəni biz keçən dərsdə dedik ki, o firqələr də əsas da onlar da əsas da dedik ki, əsas yəni Məğribdə, sonra Məşriqdə, yəni Məğribdə, yəni Məğrib dövlətlərində, yəni bizim Marokko tərəfdə, ondan sonra Məşriqdə isə Omanda və həmçində dedik ki, onlar yəni Afrikada, yəni Tanzaniya tərəfdə də yəni çoxalıblar ki, yəni əsas o İbadiyyə qolu ondandır və o inşallah yəni o qol haqqında yəni bugün danışacaq, yəni onlar barəsində və ümumiyyətlə İbadiyyalar, yəni xavariclərin qollarındandır. Düzdür, bəzi əqidələrinə, mənhəzlərinə görə onlar yəni sırf xavaricədən fərqlənirlər. Ancaq onların yəni rəislərinə, onların yəni banislərinə gəldikdə isə onlar bəzən iddia edirlər ki, onlar yəni onların əsli Cəbir ibn Zeyd əl-Əzdidən hansı ki o, yəni necə deyərlər, İbn Abbasın tələbələrinə, onlar o tabiin idi. Onlar iddia edirlər ki, yəni onlar İbadiyyalar, yəni xavaricədən olan İbadiyyalar iddia edirlər ki, yəni Cəbir ibn Zeyd əl-Əzdidəndir
və bəziləri iddia edirlər ki, onlar Abdullah ibn İbadın qollarından da, yəni çünki İbad elə düzgün rəy də budur ki, yəni Abdullah ibn İbad elə onun qollarından törənənlər də elə ibadiyyətlə allanıb və bəziləri də yəni bu da daha düzgün rəydir ki, çünki artıq yəni o firqə də elə onun adı ilə, yəni necə deyərlər, yəni təmsil olunur, onun adına nisbət olunur. Ancaq bəzi yəni tarix kitablarında isə bu Abdullah ibn İbadın adı görür ki, səhv yazılır. Yəni onları, yəni əslində isə onun adı isə Abdullah ibn yəni İbaddır. Bunu görür ki, onların yəni Yahya el-Amri var, yəni İbadiyyələr alimlərindəndir. Onlar haqqında kitablar yazanlardır. Görür ki, bu öz kitablarında yəni bəzən yəni onun adını səhv yazırlar. Həmçində İbn Həzm, yəni İbn Həzm də buyurur ki, yəni Abdullah ibn İbad, yəni xavaric, yəni ibadiyyələrin qollarından deyil, yəni onlar onu tanımırlar. Bu isə yəni səhv fikirdir. Çünki yəni Abdullah ibn İbad elə ibadiyyələrin yəni banislərindəndir. Ancaq o ki qaldıysa, yəni ibadiyyalar xavaricədir, yoxsa yox, yəni bunu ümumiyyətlə, yəni alimlər ittifaq edirlər ki, ibadiyyalar, yəni xavariclərin qollarındandır. Bizə bunu tarix kitabları yazır. Yəni ki, ibadiyyalar çünki öz etiqadlarına, mənhəcləri ilə, yəni necə deyərlər, yəni xavariclərin qollarındandır. Çünki onlar da xavariclərin qollarındandır. Sadəcə onlar bəzi məsələlər var ki, yəni inşallah o yəni gələcək, o məsələlərdə onlar xavaricədən fərqlər. Yəni o, yəni etiqad məsələlərində bəzi məsələlər var ki, görür ki, ibadiyyalar xavaricədən fərqlər. Baxmayaraq ki, ibadiyyalar, yəni necə deyərlər, xavariclərin qollarındandır, ancaq ki, yəni bəzi məsələlərdə isə onlar ondan fərqlənirlər. Ancaq ibadiyyaların firqələrinə gəldikdə isə onlar, yəni 4 firqəsi var. Necə deyərlər, birinci onlardan, yəni Hafsiyyədir ki, onlar Hafs ibn Əbil-Müqdəmin, yəni arxasında gedənlərdir. İkinci firqə onlardan Yezidiyyələrdir ki, onlar da Yezid ibn Uneysənin yəni davamçılardır. Üçüncü Hərifiyyə, onlar da Hərif bin Zeyd əl-İbadinin yəni dalınca gedənlərdir. Və dördüncü Ashab-ı Təət lə yurad bihallah. Yəni dördüncə, yəni taət əhlidir ki, hansı ki, o taiflərin Allah subhantaların yəni istəmir. Yəni bu da onların dördüncü yəni tayfalarındandır. Ondan sonra bəzi firqələr var ki, onlar necə bildirik ki, onların bəzi firqələri məşriqdə və bəzi firqələr yəni məğribdə yəni meydana gəlir. Ancaq onların məğribdə meydana gəldikləri firqələr isə yəni firqatun nəhkardır, yəni inkar edən firqələrdir ki, onların da banisi, yəni onların da yəni banisi Əbu Qudamə Yezid ibn Əl-Findin əlləzi thara fi vəcl İmam Libadi bil-Məğrib. Yəni hansı ki o Yezid, Əbu Qudamə Yezid ibn Findindir ki, hansı ki o yəni Məğribdə yəni Abdülvahab ibn Rustama yəni qarşı çıxanlar idi. Yəni ki onlar yəni o Məğribin xəlifəsinə qarşı yəni Rafizi, yəni Şiə xəlifəsinə qarşı çıxanlar idi ki, yəni ona inkar eləməkləri ilə o həmən o nəhqar yəni firqəsi yəni adını qazanmışdılar. İkincə nəfəfiyyədir ki, onlar da yəni Fərc ən-Nəfus əl-Mə'ruf bin-Nifət yəni adı insanın dalınca gedənlərdir ki, bu da əsas Libiyadadır. Yəni bu tayfa da Libiyadadır. Üçüncü də xəlifiyyələrdir ki, bunlar da Xələf ibn Əs-Səmh ibn Əbil-Xattaba yəni nisbət olunanlardır ki, onlar da deyir ki, yəni Rustam, yəni Rüstəmiyyə, yəni dövlətində yəni baş verən yəni firqələrdir. Üçüncülər Hüseyniyyələrdir ki, onların da banisi Ziyad Əhməd Əl-Hüseyndir. Ziyad Əhməd Hüseyndir ki, o firqənin də başlayan odur. Beşinci Səqqəqiyyədir ki, onların da yəni rəhbəri Səqqəq Əl-Livatidir ki, o da yəni necə deyərlər, yəni İslam xəlifəsində çıxmış və ibadiyyə olan əsas yəni firqələrindən biridir. Altıncı da Əl-Fərəfiyyədir ki, onların da yəni banisi Abu Süleyman ibn Yaqub ibn Əfləhdir ki, yəni o ibadiyyələrin əsas qolları da elə bunlardan törənir. Ancaq o ki qaldı isə, yəni ibadiyyələrin dövlətinə isə ibadiyyələrin əsas yəni iki dövləti var. Yəni biri Məğribdədir, biri də Məşriqdədir ki, yəni Məğribdə olan o
Məğribdə olan, yəni Məğrib dövlətlərindədir. Ancaq Omanda olan isə, yəni Məşriqdə olan isə, yəni Oman dövlətindədir ki, yəni onlar da necə deyirlər, Omanda da onların yayılmasının səbəbləri bəziləri deyir ki, Əli radiyallahu anh xavaricləri Nəhravanda qırandan sonra onlardan ora qaçmaqlarıdır. Yəni onlardan o həmən dövlətə qaçdılar və çünki o dövlət o vaxtı yəni İslam xəlifəliyindən biraz uzaqdaydı. Çünki Oman baxanda yəni Məddədən xeyli uzaqdaydı. Ona görə də orada necə deyirlər, xəlifənin gücünün çatmaması nəticəsində orada onlar çoxaldılar və onların orada əsas banisi Muhammed ibn Əbi Affan Əl-Əzizdir ki, yəni ondan gələn törəmələr oradaydı. Və ancaq isə Məğribdə isə onların əsas dövləti demək olar ki, necə deyərlər, bərbər qəbilələrində idi. Yəni bərbər qəbilələrində, yəni o xavariclərlə ibadiyyə qolları orada çox yayıldılar. Ancaq onların rəhbəri isə demək olar Əbul-Xattab Abdul-Ali ibn Səhmdir ki, yəni o əsas o Məğribdə o ibadiyyə qollarının yayılmasının əsas səbəblərindən biri oldu. Ancaq yəni ibadiyyaların özlərinə qarşı, yəni müxalif olanlara isə mövqeyinə gələndə isə baxırıq gör ki, ibadiyyalar yəni xavariclərdən bu sifətlərinə görə fərqlənirlər. Ümumiyyətlə xavariclər yəni özlərinə müxalif olanlara çox şiddətli, necə deyirlər, onları küfürdə ittiham eləməsi bu cür hallar görür. Amma ibadiyyalar, yəni xavariclərin qolundan olan ibadiyyalar gəldiysə, onlarda isə biz bu mülayimliyi görürük. Yəni ki, onlar yəni özlərinə müxalif olan, yəni özlərinin etiqadlarının müxalif olanlarda görürük ki, onlarda bu şey yəni mülayimlikdir, yəni yumşalır, yəni xavariclər kimi şiddətli deyil. Bəziləri deyir ki, onlar ibadiyyalar burada təqiyyə eləyirlər. Çünki onlar, yəni xavaricə təqiyyə yox idi, amma ibadiyyalarda təqiyyə var. Çünki deyir, onların sayın az olduğuna görə, yəni bilinməsinə deyə bunlar təqiyyə eləyirlər. Ancaq bəziləri isə deyirlər ki, yəni bu, yəni mülayimlik isə onların özlərinin xavaricədən fərqli olaraq, yəni ibadiyyalarda həmən o mövqedir. Ancaq ibadiyyaların sahabilər barəsində o mövqeyə gəldikdə isə, yəni onlar, yəni ibadiyyalar bütün başqa xavariclər kimi, demək olar, Əbubəkir Ömərin xilafətinə, yəni onların, necə deyərlər, haqq ədalətli olduğuna hamısı ittifaq edirlər, əhl-i-sünnəyə müvafiq olaraq, ancaq onlar isə, yəni Əli ilə Osman haqqında isə nə edirlər? Yəni tam əksinə fikirdədirlər. Yəni onlar Əli ilə Osmanın fəzilətlərini bildikləri halda, yəni onların cənnətə müjdeləndiyi halda, onlar tam olaraq onları inkar edirlər, onların küfürdə ittiham edirlər, necə deyirlər, onların yəni kafir olduqlarını etiqad edirlər və onların, necə deyirlər, onlara qarşı çıxmağın yəni halal olduğunu iddia edirlər. Çünki onların yəni əsas sifətlərindən biri oldu ki, yəni onlar, yəni əgər imam, əgər zalim olarsa və ya da ki, onda münkərlər çox olarsa, ona qarşı çıxmaqlarını görürlər. Ona görə ki, o zaman ki, Osmana qarşı çıxanda, yəni artıq Osman haqqında demək olar ki, Misirdə, Küfada və Şamda, bu Şamda əsasən yox, əsasla Küfa və Misirdə idi ki, bu yerlərdə Osman haqqında artıq çox yəni böhtanlar yaydılar, çox yalanlar yaydılar. Hətta Misirdən gələn tayfanın, yəni bir qrup tayfanın da yəni məktublarının yəni xata olunması, orada səhvin, yəni başqa şey yazılıb xəttin vurulması və bu cür səbəblərdən onlar artıq yəni Osmana qarşı yenədilər, yəni o qətli elədilər. Və ümumiyyətlə isə bu da yəni əhl-i-sünnənin yəni sahabilərə qarşı olan etiqadlarını yəni əksidir. Çünki əhl-i-sünnənin sahabilərə qarşı olan etiqadları odur ki, yəni onlar haqqında yəni necə deyərlər, Allahın razılığını istəmək, yəni onlar arasında olan mübahisələrə dərindən getməmək, yəni Allah havanə bu cür etiqadlar, yəni əhl-i-sünnənin etiqadlarıdır. Ancaq onların bəzi etiqadı məsələləri var ki, necə deyərlər, o da yəni əhl-i-sünnəyə zidd olan etiqadlardır. Necə ki, yəni ibadiyyalar istiva məsələsində və Allah sonra ucalması mənasında onlar buyururlar ki, Allah subhanət hala, yəni mümkün olan şey deyil ki, Allah subhanət hala bir cihədə, bir tərəfdə olsun və onlar deyir ki, Allah subhanət hala hər bir məkandadırlar. Və ona görə də bu etiqadlarına görə onlar burada, yəni baxmayaraq ki, onlar xavariclərdən edir, ancaq onlar cəhmiyyələrə, yəni burada yəni uyğun oldu. Yəni cəhmiyyələrin rəyinə uyğun oldular və onlar deyirlər ki, Allah subhanət hala istiva eləyib öz qüdrəti ilə və öz lütfliyi ilə, yəni öz xəlqinin üzərinə öz lütfliyi və qüdrəti ilə yəni istiva
edilib. Və ancaq Allah Subhanahu taalanı görmək məsələsində isə onlar yəni etiraz edirlər, inkar edirlər ki, qiyamət günü yəni insan yəni Allahı görəcək. Düz bu da yəni ümumiyyətlə yəni əhlüsünnənin yəni rəyinə uyğun deyil, yəni əhlüsünnəyə ziddir. Həmçinin onların etiqadlarından görürük ki, onlar yəni Allah Subhanahu taalanın sifətlərini isbat eləməkdə də yəni görürük ki, əhlüsünnə müxalif çıxırlar və onlar necə deyirlər təşbihdən qaçmaqdan ötəri və yaxud da ki, iddia edirlər ki, Allah Subhanahu taalanın sifətləri bir zət özüdür. Amma əslində isə biz deyirik ki, o sifətlər zətə qayıdır. Əhlüsünnənin etiqadı odur ki, sifətlər zətə qayıdır, ancaq onlar isə deyir ki, o sifətlər özləri zətdir və bu baxımdan da onlar görür ki, əhlüsünnəyə yəni tam yəni ziddirlər, müxalifdirlər. Həmçində onların etiqadlarından görürük ki, onlar Allah Subhanahu kəlamı barəsində onlar deyirlər ki, Allah Subhanahu yəni Quranı məxluqdur və buna görə də onlar bu əməllərinə görə artıq onlar cəhmiyyələr, mü'təzilərə artıq onlar yəni yönəldilər, yəni nisbət oldular, ondan ittifaq elədilər və bu baxımdan onlar yəni əhlüsünnəyə yəni müxalifdirlər. Ancaq onların qədər məsələsində isə onlar əhlüsünnə ilə ittifaq edirlər ki, yəni qədər barəsində onlar əhlüsünnəyə uyğundular. Ancaq onların qəbir əzabının isbatında isə onların bəziləri onu inkar elədi və bəziləri isə əhlüsünnə müvafiq olaraq qəbir əzabını yəni isbat elədilər. Və onların etiqadlarında isə cənnət və cəhənnəm barəsində isə və hovuz barəsində isə onlar tamamilə əhlüsünnəyə uyğundular. Onlar yəni cənnət və cəhənnəmi isbat edirlər, Peyğəmbər hovuzunu yəni isbat edirlər, mələklərə və nazil olan kitablara da iman gətirirlər. Bu da ki, əhlüsünnənin etiqadına uyğundur. Ancaq onların şəfaət babında isə Peyğəmbər sallallahu əleyhi və səlləm şəfaətçi, yəni bu şəfaət hansı şəfaətdir? Yəni qiyamət olan şəfaətdir ki, onlar onu isbat edirlər, yalnız orada ixtilaf edirlər ki, o şəfaət deyir, günah əhlinə deyil, onlar yəni günahsız olanlaradır. Və bu da əhlüsünnəyə ziddir, çünki əhlüsünnənin etiqadına görə yəni Peyğəmbər sallallahu etdiyi şəfaət kimdir? Həm yəni cənnət əhlinə cənnətə girməyə görə etdiyi şəfaətdir, həm də ki, yəni günah əhl-ül usa deyirlər ona ki, yəni günahkarlara, yəni böyük günahlara, ümumiyyətlə günah edənlərə qarşı etdiyi şəfaətidir ki, bunu da əhlüsünnə isbat edir, ancaq yəni ibadə ilə bunu yəni inkar edirlər. Ancaq onların yəni mizan barəsində, ondan sonra mizanın iki gözün olması barəsində, yəni onu gözlə görməyi barəsində, bu barədə isə onlar tamamilə onu inkar edirlər, yəni o cür vəsifləri, yəni mizanın o cür vəsiflərini inkar edirlər ki, bunlar da buna görə yəni əhlüsünnəyə yəni müxalifdirlər. Ancaq onların həmçində onlar sıratı da, yəni sırat körpüsünü də inkar edirlər ki, bu inkarlarına görə onlar əhlüsünnəyə yəni tam ziddilər. Ancaq onların imanı isbat eləməyi barəsində onlar demək olar ki, yəni əhlüsünnəyə, sələflərə müvafiqdirlər. Onlar imanı isbat edirlər ki, iman dillə demək, qəlblə etiqad eləmək və bədən üzvlərlə də eləmək, cinənlərlə bunu əməldə etməkdir. Bunu onlar yəni isbat edirlər. Sadəcə onlar, həmçində onlar isbat edirlər ki, o yəni taətlə qalxır və günahlarla düşür. Yəni bunu onlar isbat edirlər. Ancaq bəzi yəni ibadiyyələrin qolları və ümumiyyət xavacən qolan ibadiyyələrdə yəni bu barədə ixtilaf edirlər. İman nə ilə qalxır və nə ilə düşür? Çünki onlar ibadiyyələr bunu isbat edirlər ki, iman qalxır və düşür, yəni taətlə qalxır və günahla düşür. Çünki bu əhlüsünnə etiqadıdır. Ancaq bunlar bu məsələdə isə xavariclərə ziddir. Çünki xavaric nə deyirlər? Xavaric deyirlər ki, əl-iman cümlətun vahidə, iman bir şeydir. Əgər ondan bir şey geçsə, hamısı gedir. Bu baxımda isə xavariclər ibadətdən fərqlidirlər. Yəni, xavariclər əhlüsünnənin etiqadına ziddirlər, ancaq ibadə eləsə bu məsələdə əhlüsünnədirlər, əhlüsünnəyə müvafiqdirlər. Ancaq onların, yəni imamlar barəsində, yəni ibadiyyələr, yəni xavariclər kimi deyirlər. Çünki xavariclər etiqad edirlər ki, yəni hər bir dövrdə yəni imam olmalı, çünki imamsız yəni yaşamaq olmaz, yəni imamın rəhbərliyi olmalıdır, ona beyyət olmalı, onun əlinin altında yaşamaq lazımdır. Ancaq
ibadiyələrsə ispat edirlər ki, yəni bugün yəni xəlifəyə ehtiyac yoxdur, rəhbərlərə ehtiyac yoxdur. Çünki bu günlər deyir, insanlar yəni artıq hər şey bərqərar olub və insan deyir, özü-özünü yəni idarə edir və buna görə nədir? Buna görə deyir, yəni imama ehtiyac yoxdur. Və baxımdan bunlar yəni əhl-i-sünnəyə yəni zidlə müvafiq deyirlər. Həmçində ibadiyyələr xavaricdən fərqli olacaq bir yaxşı zikirlədi. Yəni ibadiyyələrdə nə var? İbadiyyələrdə təqiyyə var. Hansı təqiyyədə nədir? Təqiyyədə, yəni rafizlərdə olduğu kimi bizə deyərlər, tuqiyyə eləməkdir ki, yəni bir şey deyib, başqa şeyi izah eləmək. Yəni bunu bir baxımdan ikiyüzlülük demək olar ki, nə ki, baxın, gör ki, rafizi gəlib sənə mübahisə eləyəndə qardaş, filan, besməkan və nəhayət istəyir səni neynəsin, bacardığı qədər istəyir səni, yəni çalsın. Aydın, yəni necə əqrəb kimi, yəni onlar həqiqdən eləncədirlər və baxın, onlar təqiyyədən istifadə edirlər. Səninlə mübahisə eləyəndə, yox, biz bunu demirik, bizim kitabı yox, mən onu qəbul eləmirəm və desin ki, sənin filan alimin xatır, yox, mən onu qəbul eləmirəm, hamısı təqiyyədir. Amma əslində isə nədir? Bunların belə edirlər təqiyyədir ki, bu da ibadiyyələrin sifətindəndir. Yansı ki, bu baxımdan, yəni xavariclərdə o sifət yoxdur. Xavariclərin sifətlərindən biri, yəni hər şeyi izhar eləmək, yəni açıqda demək, bir növ kişilik xüsusiyyəti. Amma ibadiyyələrdə isə bu təqiyyənin olduğu, ondan sonra özlərini biruzə verməməkləri isə tamamilə xavariclərin yəni əksinədir. Ancaq xavariclərin yəni bu ibadələr haqqında məlumat idi, onların dövləti haqqında, onların banisləri haqqında, onların etiqadları barəsində. Yəni bu da yəni xavariclərin firqələrindən olan, yəni firqələrdəndir. Çünki başqa firqələri haqqında isə yəni tam elə də məlumat yoxdur. Ancaq isə xavariclərin özlərin etiqadlarına gəldikdə isə ümumiyyətlə, xavariclər, yəni təvil, yəni Quranı yozmaq deyirlər, yəni ayə hədisləri zahirən götürürlər, yoxsa yozurlar. Bu barədə ümumiyyətlə, yəni alimlər ixtilaf edib və bəziləri deyir ki, onlar yəni ayələri, hədisləri zahirən götürürlər. Çünki bəziləri deyir ki, onlar nə edirlər? Onlar deyir, necə deyirlər, təvil edirlər, yəni yozurlar, zahirən götürmürlər. Amma əslində isə onlar bəzi hallarda zahirən götürürlər və bəzi hallarda nə edirlər? Və bəzi hallarda təvil edirlər, yəni yozurlar. Necə ki, bugün baxırıq, bugün də yəni onların fikrində gedən insanlardan görürük ki, hərdən elə ayə hədisləri deyir, görürsən ki, bəzi hallarda, yəni özünə sərf elədiyi halda bunu zahirən götürür. Və deyir ki, bəli, zahiri bunun budur. Necə ki, Allah s.ə.v. Quran-ı deyir ki, namaz qıl, oruçsuz, zəkat ver və müşriklərdən olma. Və deyir, əgər o deyir, ayənin zahiri nədir? Zahiri odur ki, əgər o namaz qılmırsa, deməli müşrikdir. Bu, onu zahirən götürür. Amma o başa düşmür ki, ayədə Allah s.ə.v. deyir, zəkat ver, o namaz qıl, oruçsuz, zəkat ver, müşriklərdən olma. Əgər o namaz qılmırsa, müşriksə, sən də deməli zəkat vermirsən, deməli sən də müşrik olmalısan. Yəni, bu baxımdan görür ki, onlar bəzən ayə hədisləri zahirən götürürlər və bəzən də nə edirlər, bəzən təvil edirlər. Yəni, bu ümumiyyətlə yəni, daha uyğun buna demək olar ki, yəni özlərinə uyğunu qəbul eləməkdir və özlərinə uyğun olmayan inkar eləməkdir. Ancaq xavariclərin demək olar ki, əsma və sifətdən olan mövqelərinə gələndə isə onların demək olar ki, kitablarında yəni o mövzuya toxunulmur, yəni düz onlardan yalnız ibadiyyalar haqqında yəni biz qeyd elədik ki, onların yəni Allah Subhanahu sifətləri, əsma və sifətlərində olan mövqeləri, çünki onların yəni ibadiyyalardan olan Yahya Əl-Amrıdır ki, yəni onlardandır, yəni ibadiyyə olunandır və onların kitablarından da istifadə edən, o kitab da təlif edən, yəni ibadiyyalar haqqında kitab yazan da Yahya Əl-Amrıdır, yəni onun haqqında, onun yazdığı kitablardan o ibadiyyanın etiqadlarını öyrənmək olur. Ancaq bu xavariclərin isə, yəni əsma və sifət haqqında, yəni etiqadların isə, yəni nə keçmiş və müasir yəni kitablarda bu barədə yəni qeyd olunmur. Düzdür, bəzi müəlliflər, məsəl üçün görürsən ki, yəni o qollardan olan müəlliflər bəzən görürsən ki, yazırlar, amma ki, yazılar da əsassız, yəni heç bir şey əsasları yoxdur. Ancaq o ki, qaldı isə xavariclərdə, yəni böyük günah edənin hökmü barəsində, ümumiyyətlə, yəni xavariclərdir, mühtəzilərdir. Bunlar, yəni böyük günah sahibi barəsində onlara ittifaq edirlər ki, onlar kafirdir. Yəni xavariclərdə və mühtəzilərdir. Və onlar xavariclərin etiqadına görə böyük günah sahibi
günah etməklə birbaşa cəhənnəmə düşür, yəni əbədi kafirdir, dindən çıxır. Ancaq Mu'təziləyə görə isə o deyir, dindən çıxır, ancaq o deyir, bugün isə dindən çıxıb beynəl mənzilətin, iki mənzil arasında qalır və qiyamət günü artıq neyini cəhənnəmə düşəcək. Aydındır. Xavariclərə görə artıq əməli edən kimi kafir olur, ancaq qiyamət gündə əbədi cəhənnəmdir. Bu Mu'təzilə isə deyir ki, o deyir, yəni kafir o, əməllə kafir olur, ancaq bu dünyada iki mənzil arasında qalır, qiyamət günü olur, qiyamət günü əbədi cəhənnəmə gedir. Ancaq xavariclərin özlərinin arasında isə, yəni ibadiyalarla və xavariclərin öz aralarında isə onlarda bu barədə ixtilaf edirlər. Yəni, ittifak edirlər ki, o adam kafirdir, ancaq ixtilaf edirlər. Dindən çıxaran küfürdür, yoxsa ki, nemət küfürdür və bəziləri isə deyirlər ki, o, yəni dindən çıxaran küfürdür, bu da xavariclərin özləklərdir və bəziləri deyir ki, onlar, necə deyərlər, nemət küfrüdür ki, hansı ki, burayda, yəni muhakkimə, xavariclərdən olanlar, muhakkimələr, əzərikalar, mukramiyyələr buraydadirlər ki, onlar, yəni, necə deyərlər, dindən çıxaran küfrün millədir. Amma ki, o insan, o qolu hansı edir ki, onlar küfrün nəmədir, yəni nemət küfrüdür. Bunun da onlardan, yəni ibadiyalar deyir ki, onlar, yəni, nemət küfr, yəni ki, millətdən çıxaran küfür deyil. Düz onların da Qurandan və sünnədən onların dəlilləri var, yəni zahirən götürdüyü, yəni dəlillər var. Ancaq iman barəsində isə dedik ki, onlar da yəni, ibadətdən fərqli olaraq, yəni imam onlar deyəndə İmam-ül Uzma, yəni böyük imam nəzərdə o da xəlifədir ki, yəni ibadətlə görə o xəlifəyə ehtiyac yoxdur, ancaq xavariclərə görə o xəlifəyə yəni ehtiyac var. Həmçində onların imamlar barəsində qoyduğu şərtlərə gələndə, həqiqdən də yəni, bu şərtlər Əhl-i-Sünnənin şərtlərində deyil. Çünki ümumiyyətlə onlar elə şərt qoyublar ki, yəni o şərtdə həmçində, yəni əsas şərt də yoxdur ki, hansı ki, Peyğəmbər buyurmuşdur ki, o xəlifəli, yəni Qureyşdəndir. Yəni bunlar o şərti bura qoymuyublar. Həmçində qoyduqları şərtlər də, yəni imamın olmasını isbat eləməkdən ötəri olan şərtlər də həqiqdən də çox yəni şiddətli şərtlər. Hansı o şərtlərdən biri odur ki, yəni o imam, yəni öz dinin İslam əqidəsinə olan çox şiddətli, yəni bir imam olmalı, öz İslam əqidəsinə bağlı olan şiddətli, yəni necə deyərlər, hakim o, necə deyərlər, xəlifə olmalıdır, ixlaslı olmalıdır, ibadətlərində güclü olmalıdır, imanı yüksək olmalıdır, əməlləri yüksək olmalıdır və ikinci şərt odur ki, o öz nəfsində, öz fikirlərində necə qüvvətli olmalıdır, yəni əzəmətli olmalıdır, aydın olmalıdır və üçüncü şərt odur ki, o öz imanında, necə deyərlər, naqisi olmaq, xələl olmalı deyil onun imanında, həmçində yəni boş-boş şeylərə, günahlara, yəni sövq eləməli, onları sevən əməllər olmalı deyil həmən imamda. Həmçində deyir ki, o imam, yəni dördüncü şərt odur ki, imamda deyir, hədd olunan, yəni imamda, yəni şəriət həddi tətbiq olunan əməllər olmalı deyil. O da nə deməkdir? Ola bilər, yəni imam oğurluq eləyib, hədd olub buna və yaxud da ki, yalansılıq eləyib, qamçılıq, yəni ümumiyyətlə, yəni həmən imamda yəni şəriət hökmləri, yəni həddi tətbiq olunmamalı. Yəni imam bütün bunlardan yəni təmiz olmalı, yəni pak olmalıdır. Və beşinci şərt odur ki, həmən o imamı, yəni bütün hamısı razı olmalıdır. Bütün hamısı, bütün cəmaət hamısı onu razı olmalıdır. Yəni ki, bəziləri sevib, bəziləri seçməlidir, hamısı sevməlidir həmən imam. Bu şərtdə də həqiqdən də çox şiddətli şərtdir. Və ümumiyyətlə, Peyğəmbər s.ə.v öz hədislərində bildirilib ki, imam yəni belə olmalıdır, belə olmalıdır. Bu, yəni bunların qoyduqları şərt həqiqdən də çox şiddətli şərtdir. Yəni, heç kim deməyib ki, imam taqvalı olmalıdır, nə bilim, imanı belə olmalıdır, əməlləri, gecə oruc, səhərlər, gündüzlər oruc, gecələr namaz qılmalı. Bu cür şərtlər imama qoyulmuyor. Bu cür şərtlərin də, bu xavariclərin qoyduğu şərtlər isə həqiqdən də çox şiddətli şərtlərdir. Amma xavariclərin isə onlara qarşı müxaliflərə olan mövqelərində isə bu barədə xavariclər ümumiyyətlə iki qismə bölünür. Yəni onlardan biri, yəni
necə deyirlər, həqiqdən də azanlardır ki, onlar onları, yəni qəti, necə deyirlər, kafir sayan, əbədi cəhənnəmə salandır. Ancaq isə onlardan isə ibadiyələrdən olan isə, onlar görür ki, öz müxaliflərinə isə xavaricə nisbətən nədirlər? Daha mülayimdirlər. Yəni, o cür şiddətli deyirlər. Ancaq xavariclər özləri isə çox şiddətlidirlər. Deyirlər, əgər hakimdə o xatanı görərlərsə, dərhal ona qarşı qalxmaq, ona qarşı qılınc qalxmağı görürlər və insanlarda olanda isə onları artıq kafir saymaq, onları necə deyərlər, dindən çıxarmaq və bu cür hökmlər onlara tətbiq olunur. Ancaq ibadiyələr isə neynirlər? İbadiyələrdə isə yəni bu şey biraz yumşalıq, mülayimliyi var. Ancaq xavariclər, yəni öz müxaliflərinin övladları haqqında verdikləri hökmlərdə isə, yəni onların bu barədə 4 rəyləri var və onlar buyururlar ki, yəni əgər onun müxalif, yəni burada ümumiyyətlə müsəlmandan nəzərdə tutulur, çünki yəni kafir nəzərdə tutulmur. Yəni müxalif deyəndə xavariclərin etiqadına müxalif olan, yəni ki, xavariclərə müxalif olan rəylər, tam ki, əgər xavaricin rəyinə görə, yəni böyük günah sahibi nədir? Kafirdir. Və bu küfrü elədiyinə görə, yəni xavariclərin rəyinə görə, bu insan böyük günah sahibi xavariclərin nəyidir? Xavariclərin müxalifləridir, yəni xavariclərə müxalif olanlardır. Və bu mövzuda həmən o müxaliflərin övladları haqqında, yəni xavariclərin rəyləridir ki, birinci rəy odur ki, onlar öz atalarının yolunda gedənlər. Əgər atası kafir oldusa, yəni böyük günah sahibi etmən kafir olsa, övlad da ona tabidir, yəni avtomatik olaraq atasına tabidir. Və ikinci rəy odur ki, onlar yəni cənnət əhlində, yəni cənnət əhlinin, yəni cənnət əhlindəndir, həmən o müxaliflərin övladları cənnət əhlindəndir və onları öldürmək olmaz. Ancaq baxmayaraq ki, birinci rəy olanlar deyirlər ki, övladları da öldürür, çünki atalarına tabidir. Və ikinci rəydə olanlar deyir ki, onlar cənnət əhlidir, onlar öldürülmür. Və üçüncü rəy odur ki, onlar deyir, cənnətin xadimələri olacaqlar və dördüncü rəy odur ki, onlar o barədə dayanırlar, yəni heç bir şey aydınlaşmır, çünki yəni bu barədə danışmamağı daha məsləhət verilir. Amma ibadiyələr isə bildirirlər ki, yəni müsəlmanların yəni övladları, müsəlmanın övladları, yəni ki, necədir, atalarına tabidir, ancaq isə kafirlərin övladları barəsində nə edirlər? Kafirlərin övladları barəsində yəni susurlar. Yəni bu onların yəni bəzi yəni əqidələrindəndir. Ancaq onların barəsində isə hökmə gələndə isə ümumiyyətlə yəni əhl-i-sünnə, yəni müasirlərdən və həmçində keçmişlərdən bu barədə yəni ixtilaf eləyiblər, onların barəsində olan hökmlərdən. Yəni bəziləri buyurub ki, onlar yəni kafirlər, dindən çıxmışlardır və bəziləri firqələr yəni buyururlar ki, onlar yəni fasik olan və bidətçi və buvatlardan yəni ki, artıq azmışlardandır. Ancaq bunların hər ikisində dəlili var, çünki onların kafirliyinə yəni dəlillər də hədislərdən gəlib ki, çünki Peyğəmbər onları yəni yay oxundan çıxmış kimi adlandırıb, yəni onlar yay oxundan çıxan kimi onlar da necə deyərlər, dinlərdən elə çıxırlar və baxımdan bəziləri onları yəni kafir sayır və bəziləri deyir ki, onlar yəni baxmayaraq ki, yəni bu cür əməllər eləyirlər, günahlar eləyirlər, bununla da belə onlar nə edirlər? Onlar deyir, yəni fasik ola, bidətçi olar qalar. Yox, əgər onların bidətləri, yəni küfrə çıxan bidətlərsə, onda onlar təkfir olun, yəni dindən çıxılır. Yox, əgər onların yəni günahları, bidətlərə dindən çıxmayan səviyyələrsə, onlar müsəlman olaraq qalar. Çünki onlar İslamın şüarlarını yəni tətbiq edirlər, İslamı izhar edirlər və bu da daha düzgün rəydir ki, yəni onlar yəni dindən çıxmayıblar, baxmayaraq ki, yəni onlar haqqında o cür yəni hədislər olsa da, çünki o zaman ki, Əli radiyallahu anh soruşanda, o Əli radiyallahu anh ki, hum minəl küfri farra, onlar yəni küfürdən qaçdılar, yəni küfürdən yəni uzaqlaşdılar. Düz onların bəzi etiqadlarına görə onlar təkfir olur, yəni küfrə çatır onların bidətləri, hətta müasirlərdən də yəni bəziləri, yəni xavariclərin kafir olmaqları haqqında bildirirlər və amma isə necə deyərlər, orta rəisi odur ki, yəni onların nə qədər ki onlar yəni, o əməlləri edirlər, İslamı izhar edirlər, ondan sonra
necə deyərlər, onların əməlləri küfrə çatmayan həddə deyirlərsə, baxımdan onlar yəni dində qalırlar və bu barədə onlar təkfir olunurlar. Və bu xavac haqqında yəni ümumi məlumat idi, yəni çox qısa da olsa. Yox, baxmayaraq əgər kafir olmayan kafir, sən özünə qayıdır. Yox, kafir olmayan kafirdir səndə. O aydın məsələdir. Yəni bu Peyğəmbər səhəm deməyib onlar kafirdir və Peyğəmbər səhəm deyib ki, onlar dindən çıxdılar. Yəmruquna necə onlar dindən çıxdılar, necə ki, yay oxundan çıxmış kimidir. Yəni bu baxımdan bəziləri onların kafirləri haqqında, yəni deyir ki, onlar kafir olur çünki bu hədisə görə. Ancaq bəziləri alimlər deyir ki, yəni orta rəydə budur ki, nə qədər ki onlarda yəni İslam izharı var, yəni İslam əməli ilə özlərini müsəlmandan sayırlar və onların əməlləri, bidətləri o dərəcəyə çatmayıbsa, yəni küfrə çatmayıbsa, onlar da İslamda olaraq qalır. Yəni bu onlar haqqında ümumi məlumatdır və həmçində onların bəzi sifətləri də var ki, necə deyərlər, düzdür, çox kitablarda bu qeyd olunur və onların sifətlərindən biri odur ki, onlarda daima narazılıqlar olur. Yəni, daima narazılıqlar olur, istəyir hakimə qarşı olsun, istəyir deyərlər, yəni imama qarşı, hər kimə qarşı olsun, onlarda daima bu narazılıq hissəli olur. Yəni, daima öz narazılıqlarını bildirirlər. Necə baxırıq ki, Osman radiyalarının vaxtında, o zaman ki, Osman radiyalarını Küfəyə rəhbər qoyur, görür ki, hər dəfə onlar o rəhbərlər öz narazılıqlarını bildirirlər. Yəni, Osman radiyalar nə qədər onları dəyişsə də narazılan bilir. Hətta biz onların narazılarını harada görürük? Zul-Xüveysər, Abdullah ibn Xüveysərin hədisində görür ki, Peyğəmbər s.ə.v qəniməti bölündə dedi, ya Muhammed ədil, ey Məhəmməd, dedi, adil ol. Bu onların birinci etirazlarıdır ki, ona görə alimədir ki, onların əsas sifətdən biri də etiraz, narazı qaldıqlardır. Yəni, daima narazı, yəni imam, neçsin imamı və hətta xəlifə, rəhbər nə qədər düz olsa da, nə qədər çalışsa da yaxşı olsun, yenə onlarda yəni, narazılıq hissi olunur. Yəni, bu onların əsas sifətlərindəndir və ikinci sifətlərindən biri odur ki, onlar yəni, hakimlərə qarşı danışmaq, ondan sonra yerli, yersiz, yəni bu onların əsas sifətlərindəndir ki, yəni hakimə, sultana qarşı danışmaq, yəni onun eybini orada, burada asmaq, bu xavaricilərin sifətlərindəndir. Və sonra onların sifətlərindən biri odur ki, onlar yəni Quranı, hədisi oxuyurlar, ancaq nə olur? Onların əsas, yəni hülqumlarından yuxarı qalxmır. Necə ki, Peygəmbər öz hədisində buyurur ki, baxmayaraq ki, onların ibadətləri sizin ibadətləri bizdən çoxdur. Yəni alınlarında, dizlərində, yəni səcdə yerləri var, ancaq onun da belə onların oxutulan nədir? Hülqumdan, həncirdən, yəni hülqumdan yuxarı qalxmır. Yəni, bu da onu göstərir ki, onlar onu, necə deyərlər, fəhmləri yoxdur, yəni dini başa düşməkləri yoxdur, məsələləri yoxdur. Və bugün də bu hal görür ki, həqiqdən də, yəni bəzi yəni, ibadət edənlərdə var ki, görürsən ki, kimsə, yəni mescidin imamı və yaxud da kimsə hansısa bir mühadirədə, dərsdə, xütbə nəsə deyəndə görürsən ki, hər şeyi yəni biraz tam olmayaraq başa düşür. Yəni bir tərəfli başa düşür. Bu da yəni necə deyərlər, yəni fəhmin, yəni həqiqətən də fəhm mühüm şeydir. Onun naqis olmasını irəli gəlir ki, harca o, yəni o şeyi, yəni fəhmi olmadığından onu tuta bilmir. Və onların da sifətlərindən biri də yəni odur ki, bu yəni onlar əsas o fikirdə olan, o fikrə düşənlər əsas cavanlardır. Mesela məclisə buyurub ki, onların çoxları yəni cavanlardır. Və bugün də görürük ki, yəni cavanların çoxu, yəni bu fikrə düşməklərindən əsas səbəblərindən biri, yəni cavanlardır ki, və bugün də onların saylarının çoxunu kim təşkil edir? Yəni cavanlar təşkil edir. Və beşinci səbəblərindən biri odur ki, yəni onların yəni elmsizlik burada, yəni elmsizlikləridir ki, yəni elm öyrənməməkləridir və hətta ki, elmi necə deyərlər, düzgün olmayan məsələlərdən, necə deyərlər, yəni İslam, şəriət, yəni məsələləri, ərəb məsələləridir. Görür, həmən o cür insanlar, yəni türklərin kitablarıdır və yaxud nədir, onları oxuyurlar və oradan da fitvalar verir. Bu da onların yəni naqisiləridir ki, necə deyərlər, şəriət əsas məsələrindən yox, yəni ehtiyac olmayan bir məsələlərdən öyrənirlər və onların da sonuncu sifətlərindən biri odur ki, onlarda əsas yəni elədikləri narazılıqlar, yəni büruzə verdikləri əməllər əsas nədəndir? Əsas da yəni dünya malındandır. Yəni necə deyərlər, vəzifə, dünya malı, hərislik. Yəni görürük ki, düzdür bu ən birinci xavariclərin sifətlərindən olmasa da, Əli ilə Muaviyə qarşı çıxan xavariclərdən olmasa da,
Ancaq bugünkü xavariclərdə, yəni bugünkü o fikirdə olan xavariclərdə görürük ki, onlar yəni öz danışıqlarını onlar kimi başlayırlar ki, hökm Allahın hökmüdür belə və söhbət getdiyi zaman görürsən ki, söhbətin əsas nələr meydana çıxır? Onların yəni mal, dövlətə, şöhrətə, vəzifə hərisliyi. Nə üçün biz vəzifədə deyilik, nə üçün bizdə yoxdur, nə üçün onda var, nə üçün belə və nəhayət görürsən ki, bəli, həqiqi məqsəd Allahın hökmü deyil, həqiqi məqsəd var dövlətə, yəni nail olunur. Çünki onların danışıqlarında olan etirazlarından görür ki, onlarda əsas məqsəd nədir? Mal hərisliyidir, mal dövlət hərisliyidir ki, yəni Allah Subhanahu bizə eşitib faydalanır eləsin, Allah Subhanahu bizim misli və mislimiz əhlini, yəni xavaricədən və onların fikirlərindən uzaq eləsin, Allah bizim bərəkət versin. Və sallallahu alə Muhammed və alə Muhammed və düzünü Allah bilir.